Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 84-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Məsələlər 1. Parçanın uzunluğunu ölç və diametri bu parçaya bərabər olan çevrə çək. Bu çevrənin radiusunu yaz və mərkəzini adlandır. Aha, deməli bu çevrə 18 millimetrdir. Ona uyğun çevrə çəkirsiniz. Diametri 9 millimetrdir. Diametri adlandırdıq R və O. R bərabər 9 millimetr. B-də 24 millimetrdir və ona uyğun da çevrə çəkirsiniz. Radiusu 12 millimetrdir. Radiusu O'dur və radiusu A'dır və mərkəzini də adlandırdıq O. Radius bərabərdir 12 millimetr. 2. Verilmiş bucaqların dərəcə ölçüsünə aid bir nümunə yaz. Transporter vasitəsilə bu bucaqları qır və onları adlandır. İti bucaq ABC bərabərdir 40 dərəcə. Bu bucaq, yəni 40 dərəcədir. Və bucaqları da adlandırırsınız. Düz bucaq bərabərdir. Bucaq MNR bərabərdir 90 dərəcə. Gördünüz, bu bucaq 90 dərəcədir. Kör bucaq, bucaq SPR bərabərdir 110 dərəcə. Baxın, bu 110 dərəcədir. 3. Bucaqların dərəcə ölçülərini hesabla. A. A-da baxsaq, DAC 35, CAB bucağı isə 27 dərəcədir. Ümumi sayını istəyir bizdən, yəni ona görə toplayırıq. Bucaq DAB bərabərdir 35 dərəcə üstə 27 dərəcə bərabərdir 62 dərəcə. B-yə baxaq. Aha, deməli bucaq ZPR neçə dərəcədir? 90 dərəcədir. Bucaq CPR 125 dərəcədir. Bucaq CPZ bərabərdir 125 dərəcə çıxılsın 90 dərəcə bərabərdir 35 dərəcə. C-də bucaq LPR 68 dərəcədir. Digər bucağı soruşur, yəni KPL bucağını. Bu gördüyümüz kimi açıq bucaqdır bu xətt. Gördünüz, bu açıq bucaqdır. Və açıq bucaqdan neyini 68 dərəcəni çıxırıq, eləyəcək 112 dərəcə. 4. Koordinat şəbəkəsinin üç təpəsi A1, 2, B1, 7 və C3, 7 nöqtələrində olan ABCD düz bucaqlısını çək və 4-cü təpəsinin də koordinatlarını yaz. Aha, çəkirik. Görürüz, baxın burada. Yəni burada artıq verilib. Yəni mən yazmışam da. Gördüyünüz kimi buradadır. Və 4-cü təpəsində koordinatlarını yaz. 4-cü təpəsinin koordinatı baxın budur. D 3 2 koordinatı. L xəttinə nəzərən bu düzbucaqlıya simmetrik fiqur çək. Alınan fiquru adlandır və təpə nöqtələrinin koordinatlarını yaz. Aha, adlandırırıq. Baxın bunları. Bu təpə nöqtələridir və birləşdirirsiniz. L 5 2, M 5 7, N 7 7, R 7 2. ABCD düzbucaqlısının perimetr və sahəsini vahid kvadratla hesabla. P bərabərdir 14, S bərabərdir 10. 5. Usta divara düzmək üçün kafellərdən şəkildəki naxışı düzəltdi. O naxış hansı formalı kafelin hansı hərəkətlərin nəticəsində aldı? Aha, baxırıq bura. Kvadrat var. 4 dənə kvadrat var. Bu nədir bir-birinə? Bu simmetriya xəttidir. Bir-birinin əksidir bu. Bundan.
Gördünüz. Hə, sonra deyir ki, beş bucaqlı dönmə. Beş bucaqlı hansı? Baxın, bu beş bucaqlıdır. Bu beş bucaqlıdır və sair o birisilərdə düz bucaqlıdan başqa bütün bucaqlar burada olan beş bucaqlıdır. Fiqurlar beş bucaqlıdır. İndi dönmədir də, baxın. Gördüyünüz kimi. Bax, bu belə idi. Çevirdi, oldu belə. Bu belə idi. Çevirdi, belə oldu. Bu belə idi. Çevirdi, belə oldu. Bu da belə idi. Çevirdi, belə oldu. Gördünüz? Yəni, hamısı bir-birinə nə idi? İkisidir. Sonra deyir ki, usta mətbəxin bir divarını bəzəmək üçün 100 ədəd göy beş bucaqlı və 50 ədəd sarı kvadrat kafel kəsdi. O, bu kafellərdən neçə belə naxış düzə bilər. Hansı kafeldən nə qədər artıq qalar? 100-ü 8-ə bölürük eləyəcək 12 qalıq 4. 50-ni 4-ə böləcək eləyəcək 12 qalıq 2. Cavab 12 naxış düzə bilər. Kvadrat 2, 5 bucaqlı 4 ədəd qalar. Belə dostlar, bu gün də sizə tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.